Allah'ın salamı olsun sizlərə, əziz izləyicilərimiz. Demək, invertordur. Invertordan indi inşallah yem üydənimizi işə salacağıq. Invertorumuz 7,5 kW'lıqdır. Mühərrikimiz isə 5,5 kW'lı yem üydəndir. Həm ot doğrayan, həm yem üydən. Bayaq çəkiliş etmişdik, 220 volta çevirib işlədirdik. İndi 380 volta qaytarmışıq. 220 şəbəkədən alırıq və 380 volt verəcək inşallah mühərrikə. İndi ilk dəfədir ki, düzdür, bayaq işə salmışdım, ilk dəfədir ki, yem üydəcək. Və yem üydərkən bunu elə qoymalıyıq ki, Nati, biz mühərrikə düşən gücü görə bilək. Bax, onu elə qoymalıyıq. Yəni, mən gəlib arada baxaram, heç nə. Ya Allah, işə salaq Allahın izni ilə. Demək, mühərriki, invertoru işə saldıq Allahın izni ilə. İndi başlayırıq tezliyi qaldırmağa. Buna deyirlər rev. İnşallah mühərrik tam işə düşdükdə maşallah olsun. Maşallah olsun. Demək, yaxından götür. 4,6 amper. 4,6 amper yüksüz vəziyyətdir. Hatta burada bir 5-6 kilo karışık kendi bitkimiz var. Ya Allah. Güzel. 10 amper. Elə mühərrikin işləmə gücü də 10 amper. Maşallah. Ay maşallah, ay maşallah. Necə üstüsə, indi burada artıq mühərrikdə olan güc daha çoxdur. Nəinki 220 voltda. Maşallah olsun. Gələ indi invertorumuzu çəkirsə. Demək, gözəl. 4,6 amper. Demək, baxın, əziz izləyicilərimiz, mən devriyəni azaldıram və tezlik, yəni hertsi azaltdım, hertsi saldım sıfıra, qurtardı, getdi. Mühərrikimiz tam olaraq inşallah dayandı. Və invertorumuzu keçdik. Əziz izləyicilərimiz, demək, sualı olanlar sual verirdilər qardaşlar. Bir dəfə də invertorla yoxla, yəni 220 volt şəbəkədən alıb 380 volt invertorla mühərriki işə sal. Allaha çox şükürlər olsun. İlk dəfədir ki, mən də bunu təcrübədən keçirdirdim və nəticə məni, necə deyirlər, sevindirdi. Allah hamınızın işini avand eləsin, bütün təsərrüfatçıların işlərini avand eləsin, əziyyət çəkənlərin işini avand eləsin, amin Allah. Yəni, mühərrikə və yaxud məsəl üçün invertora bildiyim qədər, nə qədər
Sualınız olarsa bildiyim qədər cavablandıraram. Allah amanında olun, Allah işlərinizi avan diləsin.